Evimizdə əksər elektron cihaz sönülü görsənsə də, əslində enerji sərf etməyə davam edir. News 24 az xəbər verir ki, mütəxəssislər bunu zaman keçdikcə elektrik xərclərinin gözlənilməz dərəcədə artırdığına diqqət çəkirlər. Xüsusilə televizorlar, printerlər, masaüstü kompüterlər, səs sistemləri və oyun konsolları kimi bir çox cihaz səssizcə enerji istehlak edir. Uzaqdan idarə etmə ilə söndürülən cihazlar isə tamamilə sönmək əvəzinə gözləmə rejimində işləməyə davam edərək ay ərzində elektrik sərfiyyatını əhəmiyyətli dərəcədə artırır. Mütəxəssislərin araşdırmalarına əsasən gözləmə rejimində olan televizorlar saatda təxminən 1-5 watt arası enerji sərf edir. Lakin bu göstərici inkişaf etmiş oyun konsollarında saatda 10 watta qədər yüksələ bilir. Buna əlavə mikrodalğalı sobalar, paltaroyan maşınlar, elektrik jalüzləri, görüntülü domofon sistemləri və toxunuşla işləyən işıqlandırma sistemləri də az miqdarda olsa belə daim şəkildə enerji sərf edir. Elektrik yuvasında unutulan telefon şarj cihazları isə bu görünməz enerji oğruları arasında mühüm yer tutur.